Avropa Parlamentinin bir qrup üzvü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa Azərbaycana qarşı böhtan və nifrət ruhunda məktub ünvanlayıb. Qərbi Azərbaycan icması buna etiraz əlaməti olaraq bəyanat yayıb. Bəyanatda deyilir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, hətta ticarət əlaqələrinə başlanması, Avropa İttifaqı Şurasının prezidenti Antonio Costanın Azərbaycana rəsmi səfəri fonunda Avropalı parlamentarilər bu yanaşma ilə Ermənistanda və ondan kənarda revanşist dairələrin dəyirmanına su tökürlər. Bu xüsusda qondarma rejimin tör-töküntülərinə Frans 24 kanalında efir verilməsi də çox sayılı suallar doğurur. Bölgədə sülhün bərqərar olması, Avropada hələ də Azərbaycana qarşı köhnə bayatılardan əl çəkməyən bəzilərini görəsən niyə bu qədər narahat edir? Qarabağdan könüllü getmiş ermənilərin qayıdışından dəm vuran Avropalı parlamentarlərin biz Qərbi Azərbaycanlıların Ermənistanda öz dədə-baba yurtlarına qayıdış yolunu danmasını, insan haqları, humanitar problemlərə etnik və dini təəssübkeşlik prizmasından baxmasını şiddətlə qınayırıq, deyə Qərbi Azərbaycan icmasının bəyanatında vurğulanıb.